Naxçıvan Respublikasının Kənd Təsərrüfatı Naziri, Cənab Prezidentin fərmanı sizə aid deyil. Niyə müsbət ray veribsiniz Nax avtoyola? Niyə istismar olunub bu qədər yer? Bu nə zibilxanadır belə? Niyə 1 hektar əraziyə müsbət ray bildiribsiniz? Nə səbəbə görə? Tanışdığa görə, nəyə görə rüşvət alıbsınız, bəlkə xəbərimiz yoxdur. Mənə niyə vermirsiniz müsbət rayı? Qanun hamı üçündür. Nax avtoyola veribsiniz 1 hektar ərazi. Mənə niyə vermirsiniz, mənfi ray göstəribsiniz? İstəmirsiniz da, siz Naxçıvanı batırasınız da. O Cənab Prezidentə çatsın, görsünlər Naxçıvanda nə cür qanunsuzluqlar baş verir. Kənd Təsərrüfatı Naziri. Bura kənd təyinatlı torpaqdır, kənd təsərrüfatı təyinatlı torpaqdır. Bura niyə müsbət ray veribsiniz? Niyə buranı bu hala salıblar? Sən hara baxırsan?